Mən qədəməli fikirlər bugün urologiyanın çox ağır xəstəliklərindən olan stik-stresin xərçəngi barədə bir sıra qısa və aydın məlumatlar vermək istəyirəm. Bildiyiniz kimi stik-stresin xərçəngində çox vaxt insanlarda belə təsəvvür yaranır ki, stik-stresini çıxartmaq lazımdır. Xeyr, əslində bu belə deyil. Bütün hallarda stik-stresini çıxartmaq vacib deyil. Bir sıra xəstələrdə xüsusi bir əməliyyat növü var ki, yəni stik-stresin xəstə hissəsini çıxardıb və yerdə qalan sağlam toxumalardan stik-stres formalaşdırmaq mümkündür və xəstə öz stik-streslə normal yaşaya bilər. Bu xəstələri daimi torba gəzdirməkdən xilas edir, həyatın keyfiyyətini artırır və eyni zamanda belə xəstələrdə sağalma çox sürətli olur, reabilitasiya müddəti çox qısa olur. Parsial stektomiya standart müalicədirmi? Xeyr, parsial stektomiya standart müalicə üsulu deyil qaydalarında. Belə nəzərdə tutulur ki, stik-stresin xərçəngi invazив olan zaman və dərin qapılara işləyən zaman bunlara deməli radikal stektomiya aparılır. Yəni stik-stres bütövlükdə çıxarılır və bağırsaqdan torba düzəldilir və insan ömrünün axırına qədər bu torba vasitəsilə yaşayır. Lakin parsial stektomiya, yəni stik-stresin saxlanması ilə olan əməliyyatlarda isə deməli bir sıra şərtlər gözlənilməlidir. Bu şərtlər seçilmiş xəstələrdə bu şərtlər gözlənilən zaman stik-stresini saxlamaq mümkündür. Bu şərtlər nədən ibarətdir? Mən istərdim ki, bu barədə öz şəxsi fikirlərimi də sizinlə bölüşüm. Bu şərtlər ondan ibarətdir ki, birincisi qaydalar yazır ki, stik-stresini saxlamaq üçün şiş tək olmalıdır. Lakin bizim şəxsi tədbirlərimiz ona deməyə imkan verir ki, biz tək şişlərdə deyil, stik-stresin çoxlu şişlərində də, müxtəlif lokalizasiya şişlərdə də stik-stresini saxlamaq mümkündür. Hətta biz bu yaxınlarda stik-stresində iki yerdə deməli böyük sahədə rezeksiya apardıq və əməliyyatı uğurla başa çatdırdıq və stik-stresi saxlanıldı. Yəni həkimin yaxşı təcrübəsi varsa, deməli tək lokalizasiyalı deyil, çox lokalizasiyalı işlərdə də stik-stresini saxlamaq, yəni parsial stektomiya əməliyyatı eləmək mümkündür. İkinci məsələ, qaydalarla yazırlar ki, bu ancaq şiş əlverişli yerdə olmalıdır. Yəni əlverişli yer olanda nəyi nəzərdə tuturlar? Stik-stresinin deməli qübbə nahiyəsinin, azad divarların. Lakin biz təcrübəmizdə görürük ki, əgər yaxşı deməli uzun illər bu işlə məşğul olduqdan sonra stik-stresinin istənilən yerində, hətta stik-stresin boynunda, hətta stik-stresinin deməli prostatik uretrə yaxın hissələrinə qədər işləyən şişləri də deməli götürmək mümkündür. Lakin bu təcrübə tələb edir və anatomiyanı yaxşı bilmək və idarə etməyi tələb edir. Belə hallarda biz hətta deməli stik-stresinin boynuna qədər, arxa uretrəyə qədər stik-stresinin xəstə hissəsini kəsib götürüb, istiyaxarlarında yenidən yaradılmış stik-stresinin yeni yerlərinə köçürməklə deməli stik-stresi formalaşdırılır. Üçüncü şərt ondan ibarətdir ki, deməli karsinom insitu olmasın. Bəli, bu öncədən biz bu məsələni həll edirik. Yəni bu əməliyyatı aparmamışdan qabaq biz sistoskopiya müayinəsi aparırıq. Yaxşı patolojik material götürürük. Patolojik material təkcə şiş olan nahiyədən deyil, eyni zamanda sağlam toxumalardan da götürülür və karsinom insitu olan zaman deməli biz stektomiyadakı ki, deməli bu şiş klassifikasiyada T2 mərhələsindən aşağı olsun. Bu məsələ də çox mübahisə doğuran bir məsələdir. Xəstəyə T2 diaqnozunun qoyulması bəzən yanlış olur. Bəzən turbiopsiya edirlər. Materialı dərin götürmədiyinə görə və yaxud uyğun deməli patolojiyaya razı olmadığına görə bir dənə patoloji rəy düzgün olmasa xəstənin talihi doğru düzgün şəkildə həll olunmur. Yəni bir rəy verirlər ki, T2-dir və T3-dir və xəstəyə stektomiya göndərirlər. Bizdə çoxlu belə xəstələr olur ki, patolog bu rəy verməyisinə baxmayaraq biz təkrar müayinələr aparmışıq. Belə ki, təkrar müayinələrdən ibarətdir. Əsas məsələ nədir? Deməli biz stik-stresinə sistoskopla girib baxan zaman içəridən onu dəyərləndiririk. Amma radioloji müayinələr aparmaqla stik-stresini xaricdən dəyərləndiririk. Yəni bu şişin stik-stresinin divarlarına nə qədər invaziv etməsi, paravesikal toxumaya keçib keçməməsi, bu məsələlər lokal olub olmaması, paravesikal toxumanın zədələnməsinin sahəsi, bütün bunlar nəzərə alınmaqla hətta deməli T2-nin bütün mərhələlərində stik-stresini saxlamaq əməliyyatına bizə imkan verir. Niyə bu üsul geniş yayılmayıb? Bunun geniş yayılmamasının səbəbi, çünki parsial stektomiyada
aparan həkimlərin ki, nəticələri dünyada müzakirə olunur, görürlər ki, burada residiv riski yüksəkdir. Və ikinci faktor qoyurlar ki, bunlar intensiv müşahidə tələb edir əməliyyatdan sonra. Xəstəni yəni daima nəzarət altında saxlamaq lazımdır. Bax, indi hörmətli dinləyicilər, bu iki məsələnin istəyirəm ki, açıqlamasını sizə verim. Yəni, residiv risk deyəndə, yəni riski yüksək deyəndə, bu baxır bunu hansı həkim əməliyyat edib, necə əməliyyat edib. Bu məsələlərin detallarına getmək lazımdır. Əgər həkim göstərişi düzgün seçibsə, əməliyyatı radikal aparıbsa, yəni həmin rizik elədiyi sahənin yaxşı toxumaları, sağlam toxumalar hüdudunda götürübsə və anatomiyanı yaxşı bilirsə, onda bunun riski aşağı olacaq. Bilirsiniz, bu dünyada riski deyəndə götürürlər müxtəlif klinikaların məlumatların, müxtəlif səviyyədə olan həkimlərin məlumatların, toplayırlar, ümumi bir nəticə çıxardırlar. Amma ayrı-ayrı həkimlərdə, bu işi çox yaxşı bacaran həkimlərdə ümumiyyətlə riski çox aşağı olur. Ona görə bu həkimin təcrübəsindən, əl qabiliyyətindən və bu işi neçə illərdə eləməyindən çox asılıdır. Bu məsələ, bilirsiniz, müzakirə gördüyünüz kimi bir müzakirə olunan bir məsələdir. Yəni, yaxşı həkimdə bu residiv riski aşağı olacaq. Baxmayaraq ki, siz ədəbiyyatda bu residiv riskini yüksək görəcəksiniz. İkinci məsələ deyir ki, bu xəstələr intensiv müşahidə olunmalıdır. Yaxşı da bu insanlar gəl intensiv müşahidə eləyək də. Deməli, insanları intensiv müşahidə eləməyəcək deyə bunun stik hissəsini çıxartmaq lazımdır. Fikir verirsiniz, yəni bu düşüncə ki, hansı ki, bəzən elmi ədəbiyyatlarda rast gəlir, gülünc bir ifadədir. Yəni, insanla doğru düzgün davranan zaman, ona bunun riskini anladan zaman və başa salan zaman ki, sənin diaqnozun budur, sən bu əməliyyatdan sonra rahat yaşamaq istəyirsənsə, yenidən şişinə belə gəlməsini istəmirsənsə, hər 3 aydan bir səni yoxlamaq lazımdır. Sənə sistoskopiya eləmək lazımdır. Çünki şiş yatdın, durdun, səhərsi gün əmələ gəlmir ki, bunun əmələ gəlməyinə müəyyən bir müddət lazımdır. Və o müddəti vaxtında da tapan zaman yenə də lazım olan müalicələr aparıb, yenə də stik hissəsini saxlamaq mümkündür. Ona görə bu iki dənə tezislə razılaşmaq olmaz ki, stik hissəsinin şişində residiv ehtimalı yüksəkdir, həkimdən və təcrübədən asılıdır və intensiv müşahidə eləmək lazımdır. Bu, iqtisadi cəhətdən belə deyil, sərfəli deyil. Amma insanın həyatını heç vaxt iqtisadi məsələlərlə qarışdırmaq olmaz. Ona görə də bu məsələ bəzi ölkələr, məsələn, Avropa, Amerika kimi ölkələrdə səhiyyə sisteminin özəllikləri ondan ibarətdir ki, bəzən onlar iqtisadi səbəblərə də çox əhəmiyyət verirlər. Ona görə bu, belə deyək, səhiyyə menecmentində deyirlər ki, biz bu cür yükün altından çıxa bilmərik. Ona görə gəlin, hələ hamının stik hissəsini çıxardaq ki, biz bu yükün altından rahat gələk. Və yaxud da ki, dünyanın müxtəlif inkişaf eləmiş ölkələrində parsiyal sistektomiyanı eləyən həkimlər az olduğuna görə bütün insanlara o az həkim bu xidməti verə bilməz. İndi kimin bəxti gətirəcək, sonra həkimə düşəcək, sonra həkim əməliyyatı onu eləyəcək. Amma istənilən xəstəxanada, istənilən həkim belə bir əməliyyat növünü apara bilmir və yaxud da keyfiyyətlə apara bilmir. Ona görə də bu tezislərlə razılaşmaq olmaz. Yəni, çalışmaq lazımdır ki, iqtisadi səbəblərə baxmadan və yaxşı təcrübə toplayıb stik hissəsini saxlamaq lazımdır ki, insan öz stik hissəsi ilə yaşasın, torba gəzdirməsin, həyat keyfiyyəti yüksək olsun. Qaydalanlar parsiyal stektomiya üçün əsas şərt kimi nəyə vurğulayır? Qoyulan şərtlər 4 dənədir. Birincisi, deməli, deyirlər ki, şişək olmalıdır. İkincisi, deyirlər ki, bu T2 və ondan aşağı mərhələdə olmalıdır. Üçüncü, deyilir ki, karsinom insiti olmamalıdır. Dördüncü, deyilir ki, şişə əlverişli yerdə olmalıdır. Lakin mən bir təcrübəli uroloq kimi deyirəm ki, burada iki şərti deməli, qəbul etmək lazım deyil. Yəni, biz çoxlu şişlərdə parsiyal stektomiya eləyə bilirik və bizim üçün stik hissəsində əlverişli çıxartmaq üçün şişi əlverişli olmayan yeri yoxdur. Stik hissəsinin anatomiyasını yaxşı bilən zaman və yaxşı təcrübə olan zaman istənilən yerindən deməli bu şişi çıxartmaq mümkündür. Ona görə mən iki şərt qoyardım. T2 və ondan aşağı mərhələlərdə bu əməliyyat aparılmalıdır və karsinoma insiti olanda bu əməliyyat aparılmamalıdır. Parsiyal stektomiya radikal stektomiyaya ekvivalent ola bilərmi? Parsiyal sistektomiyanı radikal sistektomiya ilə ekvivalent kimi belə deyək, müzakirə çıxartmaq olmaz. Bunlar ayrı-ayrı əməliyyatlardır. Ona görə də bunları bir-birini ekvivalent eləmək olmaz. Parsiyal sistektomiyanın öz yeri var, radikal sistektomiyanın öz yeri var. Doğru düzgün seçilmiş xəstələrdə parsiyal sistektomiya, stik hissəsi saxlanılması çox yaxşı üsuldur və çox yaxşı nəticələr verir. Bu mümkün olmayan hallarda radikal sistektomiyanın aparılması da öz yerində çox yaxşı üsuldur və yaxşı nəticələr verir. Residiv riski sizi narahat etmir? Bəli, əsas məsələ residiv məsələsidir. Məni də, xəstələri də narahat eləməlidir.
şişin yenidən əmələ gəlməsi residiv. Ona görə bu olmasın deyə bu xəstələr düzgün əməliyyat olunmalıdır, seçilmiş xəstələr olmalıdır, seçilmiş həkim tərəfindən olmalıdır. Onda residiv deməli ya olmayacaq, ya da çox aşağı səviyyədə olacaq. Və eyni zamanda residivin qarşısını almaq üçün bunlar uzun müddətli, xüsusən birinci 2 ildə hər 3 aydan bir sistoskopiya müayinəsindən keçməlidirlər. Yaşlı və komorbid xəstələrdə bu yanaşma daha məqbuldurmu? Bəli, bu xəstəlik əsasən daha çox biz müşahidə edirik yaşlı xəstələrdə. Bu xəstələrdə də çoxlu əlavə yanaşı gedən xəstəliklər olur. Lakin yaş və yanaşı gedən xəstəliklərin heç birisi istik hissəsinin saxlanmasına mane olmur. Yəni yaşlı xəstələrdə də və əlavə xəstəlikli olan xəstələrdə də istik hissəsini saxlamaq mümkündür. Sonunda onu demək istəyirəm ki, kimdə istik hissəsinin xərçəngi diaqnozu qoyulubsa, bu onlara müayinələrdən sonra istik hissəsinin çıxarılması əməliyyatı və torba gəzdirmək təklif olunubsa, yaxşı olar ki, o xəstələr bizimlə də görüşsünlər. Çünki bizim istik hissəsini saxlamaq əməliyyatları barədə təcrübəmiz çox böyükdür və çox yaxşı nəticələr əldə eləmişik. Və mənim indiyə qədər elədiyim xəstələr müşahidə dövründə heç birisində istik hissəsini çıxartmağa ehtiyac qalmayıb. Onlara çox yaxşı əməliyyat etmişik və sıx müşahidə eləmişik. Ona görə yaxşı olar gələsiniz, bizlə oturub söhbət edəsiniz. Biz açıq, dəqiq, bütün dəlillərlə sizə məlumatları verək. Ondan sonra seçim yenə də sizin olacaq ki, hansı üsulu seçəcəksiniz. İstik hissəsini çıxmalını seçəcəksiniz, yoxsa istik hissəsini saxlama əməliyyatını bizdən istəyəcəksiniz və istədiyiniz yerinə yetiriləcək.